və biz o torpaqlara mütləq qayıdacaq və Türkün şanlı bayrağı Türkün bütün torpaqlarında olduğu kimi o torpaqlarda da dalğalanacaqdır. Doğum gününü qeyd etdiyimiz Ulu Öndərimiz Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında ehtiramla baş əyir və Prezidentimizin əsgəri olaraq sözlərimi Cənab İlham Əliyevin bu kəlamı ilə bitirmək istəyirəm. Bizim ailəmiz Türk dünyasıdır və biz birlikdə güclüyük. Təşəkkür edirəm. Bu salon əslində Türk dünyasının balaca bir modelidir. Burada Afrika türkləri var. Gürcüstandan və Ermənistandan doğulmuş, deportasiya edilmiş Azərbaycanlılar var. Burada Qazaxlar var, Özbəklər var, Türkiyənin nümayəndəsi var. Burada biz də Bakıdan gələnlər varıq. Türk dünyası balaca bir modeldir. Amma biz Türk dünyasının bu çok böyük modelini görürük. 7 dövlət bir arada. Bilirsiniz, qədimlər deyiblər, Orta Asiya, Mərkəzi Asiya kimin əlindədirsə dünya olurdu. Ona görə də Ulu Öndər olmasaydı bugün Azərbaycan yox idi. Necə ki 1918-ci ildə 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin taleyi elə 90-cı ildə də təkrarlanmalı idi. Yəni imkan vermək istəmirdilər ki, Azərbaycan müstəqil olaraq qalsın və yaşasın. Bir tək Ulu Öndərin varlığı, Ulu Öndərin təkrarən hakimiyyətə gəlməyi və xalqın Ulu Öndərin arxasında durması bugünkü Azərbaycanımızı var elədi.